Salam, mən gələcəkdəki sənəm. Salam, bəli, mən keçmişdəki sənəm. Çox maraqlıdır. Necəsən? Xoşbəxtsən? O çox istədiyin xoşbəxtliyi tapdın. Ailə qurdun. Mənim məqsədim ailə qurmaq idi, xoşbəxtlik idi. Övladlarımın olması idi. Ailə də qurdun, 2 gözəl qızın da oldu. Amma sonra da öyrəndin ki, xoşbəxtlik təkcə ailədə olmurmuş. Bəs sevgi, sevildik. Sevgi də axtardın, tapdın da. Amma ən böyük sevgini övladlarına verən bir ana oldun. Mən indi məqsədsizəm, heç bilmirəm necə olacaq, həyat mənə nələr gətirəcək. Deyirəm, gülürəm, yanımda dostlarım var, gəzirəm, özü çox gəzirəm. Heç gəzmədiyim qədər yerləri gəzirəm. Çox maraqlıdır indi ətrafımdakı hər şey mənim üçün. Amma elə bilirsimdə nəsə bir boşluq var. O dediyim boşluğu hədəflərimizlə doldurduq. Artıq arzularımız var, məqsədlərimiz var. Öz işimizi qururuq, öz ayaqlarımız üzərində durmağı öyrənirik və qarşımıza çıxan hər bir qadına da öz ayaqları üzərində durmağı tövsiyə edirik. Onlara da bu yolda köməklik göstəririk. Mən bacaracağam ki, mən axı çox qorxuram. Sən çox yanılırsan, bilirsən. Artıq o qorxaq qız çox güclü bir qadına çevrilib. Bəs bu elədiklərində yanımızda kimlər var? Yenə də heç kim yoxdur, amma biz yıxılmadıq. Yenə də öz problemimizi özümüz həll etməyi bacardıq. Mən gələcəkdən hədsiz çox qorxuram. Özün də bilirsən, çox qorxaq biriyəm. İndi qorxmağın çox normaldır. Amma əksinə, sənin o qorxuların səni daha da güclü bir qadın eləyəcək. Bəs bu qədər hədəflərdən, məqsədlərdən danışdın. İndi bəs ən böyük arzum nədir? Əlbəttə ki, ilk öncə özümə dəyər vermək, qızlarıma çox gözəl bir yol açmaq və qadınlara onların necə güclü olduğunu göstərmək. Mən səninlə çox fəxr elədim. Mən də səninlə fəxr edirəm. Əgər sən dözməsəydin, indi hal-hazırda bu güclü qadın olmayacaq. Bu gün də ad günümdür. Təbrik edirəm səni. Əminəm ki, bu qərarlılıqla çox böyük yerlərə gələcəksən. Mən də sənin ad gününü təbrik edirəm. Gələcəkdə çox güclü bir qadın olacaqsan. Sağ ol.